Bugün gelmişik, yine parktayız, Sumqayıt parkında. Ve gösteren toqquşan maşınları. Bazen bizim gençliğimizi hatırlar, uşaqlarımızı hatırlar ama ben hərdən özümə çox fikirləşirəm ki, bu insanlar, müasir insanlar niye tez dünyanı terk edirlər? Əsas səbəblərdən biri insanın özü olmamalı. Yəni çalışırlar ki, insanlar daha çox ahıl, ne bileyim belə özünü bilavasitə kübar göstərməyə, onu da yalnız qalstuk giyməyə, kostyum giyməkdə belə rəsmi bir formada göstərməyə, bir növ özünü ağıllı obrazda göstərməyə. Ağıl bəzən insanlarda bu görünüşlə deyil, ağıl əməllə bilinir. Var ya yox. Görünüş bəzən aldadıcı olur. İnsanlar bəzən, bax, mən də gəlmişəm, bura baxıram uşaqlara, dedim, görün, bilet alsam mən də əyləşəcəm, sizə göstərəm. Bəzən insanlar gülməyi, istirahət eləməyi yadımdan çıxardırlar. İstirahət eləməyi deyəndə hamı fikirləşir ki, gedib oturursan restoranda, yeyirsən, içirsən, öz kənarında istirahət edirlər. Baxın, bax. Mümkün qədər bahalı restoranda yeyib, içmək, bu elə istirahət yox. İstirahət bəzən belə olur. Deyəndə bax, bunu nəzərə alın. Bax, o da bizim